Martın 11-də Heydər Əliyev mərkəzində görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə əsr olunmuş Cənnət Yuxusu bədii sənədli filminin təqdimatı keçirilib. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə Yaradıcı Azərbaycan tədbirlər planı çərçivəsində istehsal olunub. Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, eyni zamanda Qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edir. Filmin təqdimatından sonra çıxış edən filmin quruluşçu rejissoru Elxan Cəfərov, xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Yavər Rzayev filmin ərsəyə gəlməsində əmək keçən hər kəsə təşəkkür edib. Film 19-cu əsrin ortalarında yaşamış, İrəvanda doğulmuş və İrəvanda da dünyasını dəyişmiş bizim Azərbaycan dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvani haqqındadır. Film bədii sənədli janrdadır. Həm intervyular var, həm onun həyatından qısa bioqrafik süjetləri biz çəkmişik də, onu istədik bax belə bir birləşdirək və çox şadıq ki, Mirzə Qədimin adı bu günləri ortalığa çıxıb. Onun haqqında film çəkmişik. Yəni bu bizim üçün böyük bir şərəfdir. Əlbəttə prezidentimizin Mirzə Qədim İrəvaninin bu il 200 illik yubileyinin keçirilməsi barəsində sərəncamı da bizə xüsusilə ruh verdi və film bax belə, yəni çalışdıq ki, Azərbaycanın gözəl miniatür rəssamı və miniatür sənətində realizmin, yəni realizmi, Azərbaycan miniatür sənətinə realizm cərəyanını gətirmiş belə bir gözəl sənətkar haqqında filmi nümayiş etdirək. Filmdə İrəvanın uşaqlıq dövründəki o rəssamlığa yenicə başlayır. Onu oxuduğu məktəbdə Alman müəllimləri olub, onun rəssam müəllimlər və mən o rəssamı canlandırmışam filmdə. Maraqlı bir obrazdır, mənim yaradıcılığımda yeni bir obraz idi. Yəni həm tarixi, həm demək milliyyət olaraq başqa bir milliyyəti oynamaq. Mətnim tam alman dilindədir. İşlədik, çalışdıq ki, inandırıcı olsun. Həm o dövrün insanını, həm milliyyətcə, həm tarixi baxımdan o dövrə o dövrün insanını oynamaq həm maraqlı oldu, həm məsuliyyətli idi. İnanıram ki, yaxşı alınıb, bilmirəm, bunu tamaşaçılar deyəcəklər sonda. Amma hər bir halda mənim üçün çox maraqlı bir obraz idi. Qeyd edək ki, filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operator Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Eyni zamanda ilk dəfə olaraq film ərzində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun Zabul Segah simfonik muğamından istifadə olunub. Söylü Ağazadə, Çingiz Abdullayev, Səs TV.